Əziz izləyicilərimiz, xoş gördük sizi. Bizdə artıq yaydır, gördüyünüz kimi. Yaydır, hava yaxşıdır. Bir-iki dənə ağacımız da var. Sever olsa belə. Bir-iki dənə ağacımız da var. Sizə bugün vlogumda qiymətləri göstərmək istəyirəm ki, yəni biz yaşadığımız yerdə qiymətlər necə? Burada qarpız da var. Qarpızın qiyməti hal-hazırda Azərbaycan pulu ilə götürsək, yəni 177 rubeldir. Dəqiq Azərbaycan pulu ilə götürsək, 3 manata yaxın. Qiyməti 3 manata yaxın. Bu almalardır, 300 rubeladır. Hardasa 6 manata, 5 manata düşür. Kartof, soğan. Yəni qiymətləri bir göstərmək istəyirəm ki, görəsiniz, yəni necədir burada qiyməti. Armudun kilosu hardasa 5 manata düşür, 6 manata. Belə də var, belə də var. Kivi, adi badımcan, yəni Azərbaycanda ən ucuz olan badımcan. Burada qiyməti 4-5 manatdır kilosu. Ərik, şəftəli. Yəni qiymətləri hamısı 6-7 manatdır kilosu. Azərbaycanda 1 manat olan, burada 6-7 manatdır. Gilas da gəlibdir artıq. 785 черешня. 785 черешня, yəni hardasa 18 manat, 17 manata yaxın qiyməti var. Gilanar yəni. Gilas daha doğrusu. Avokado da var. Yəni burası yox bir yer olsa belə, yəni avokado da gəlir. Üzüm 700 manat. 700 rubel. Hardasa Azərbaycan pulu ilə 14 manata çıxır.